Rusiyanın Yekaterinburg şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb. Güya 2000-ci illərin əvvəllərində törədilmiş cinayət işində şübhəli bilinərək 2 gün əvvəl zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Yekaterinburgun Leninski məhkəməsi Məzahir Səfərov və onun qardaşı barəsində həbs qətimkan tədbiri seçib. Həm yerlilərimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib. Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçilib. Məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Akif Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib. Məhkəmənin qərarı ilə Akif Səfərov barəsində iyulun 19-na dək həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib. Onun barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə o istintaq təcridxanasına göndərilib. Növbəti azərbaycanlı Əhliman Gəncəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb. Onun barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib. Əhliman Gəncəyevin vəkili İlkin Əmirov bildirib ki, Gəncəyevə elektroşokla işgəncə verilib, ağır predmetlə döyülüb. Biz hesab edirik ki, müvəkkilimin törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək. Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, 2 şübhəli öldürülüb. Biz hər cür səy göstərəcəyik ki, həmin şəxslərin xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itirdikləri sübut olunsun. Yekaterinburg məhkəməsi saxlanılan Bakir Səfərov barəsində də qərar çıxarıb. Məhkəmə onu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib. Qeyd edək ki, məhkəmə prosesində Azərbaycanın Yekaterinburgdakı baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev də iştirak edib. Şəhla Poladova, Xəzər xəbər.